Yay bitməmiş bu tərxun limonadını mütləq hazırlamalısınız. Resepti çox sadədir. İlk növbədə şərbəti hazırlayıram. Daha sonra tərxun dəstələrini qaynar suya salıb dərhal buzlu suya keçirirəm. Bu prosesə blanş deyilir və tərxunun rəngini, ətrini və təravətini qorumağa kömək edir. Adətən bu proses digər tərəvəzlər üçün də istifadə olunur. Daha sonra reseptə uyğun olaraq üzərinə soyuq su əlavə edirik. Limon suyu da sıxıb yaxşı-yaxşı blender edirik. Blender edib bitirdikdən sonra süzgəcdən keçirdirik və üzərinə də şərbət suyunu əlavə edirik. Dekor üçün limon, zövqə görə isə buz əlavə edirik. Daha sonra qazlı suyu əlavə etdikdən sonra limonadımız hazırdır. Burada diqqətli olmaq lazımdır. Çünki tərxunun aroması və dadı çox güclü olduğu üçün qazlı suyu tez öldürür. Yoxlayan hər kəsə nuş olsun. Gələn videolarda görüşərik.